20'li yaşlar. Çox qəribə yaşlar. Eyvallah. Bir insan yalan danışsa. Deməli yalan var. Yeah. Təzə həyat qururam. Təzə kepkalar alacağam. Təzə papaqlar alacağam. Sana beyin alacağım. Ha böyle kıvrımlı. Salam dostlar. Bizim Dostlar. qonağımız var. Qonağımız gedir. Gedir. Mən getdim xəyallara dostlar. Dostlar. Bakıda son... Muğayət. Olar o, mən deyim. Muhtemelen maşın vurdu, tezdirdi, getməmiş. Sağ ol. Keçməyə çox sağ. Ay dostlar. Bu uşağın. Uşaq özü. Bu uşaq. Ay. Ay mama. Ay. Diş qabağıma. Diş qabağıma. Mən uşaqlar üstünə inirdi. Maqqamı cırmışdı. Oturmuşdum, düzdür, qəbul edirəm. Mən necə çox istiyordun sən? Mənə şey eləyirdi, darıxmış abi, bir dənə papaboy vururdu mənə. Ha belə. Başından vurma keyirəm. Həl də öyrənməyib. 7 illərlə öyrənməyib ki, başıma vurmaq olmaz mənim. Mən şu döyüb sülcüt eləyirdi ki, sən çox istəyirəm ki. Çox istəyirəm. Elə çoxsan ya. İndi göyümü sənə gücüm çatmır. Sənə vururam, özüm oğluyram. Məsələn, bax belə. Öldürün. Girək sözlər. Şepkamı getirək, xoşlamadım. Götür şepkamı. Mən götürməyəm. Yox, götürmə. İndi baxdım qəşəng. Yenə başıma vurur. Sən tutdun. Qəşəng kameradır sənə, şirin. Mənim kimi. Yox, Papağını ver bir dənə. Ey, gələ. Baxın, aldıq bundan. İstəsən, bayaqdır mən. Papağı bəyəndim. Yox, qəşəngdir papağım. Ay, bu da gözlü də. Başım dondu. İndi. Soğukdur. Getdik. Bu uşağı yola salırıq. Hara? Montenegroya. Hardan gəlmişsiniz? Başlayalım. Allah, Muhammed, ya, Nərmin. Yox, Nərmin, mən olan mən. McDonald's düşməni mi? Hə, McDonald's'a şey elirsən? Boykot. boykot. Məcbur McDonald's yedim ki, gözlüyüm bu rahat gəlsin mənə tapsın. Bu da neynədir? 5 saat gözlətdi məni. Hələ sırtıq şimdi yazıb ki, yenə mən gözləyirəm burada. Yenə mən gözlədim 2 də. saat gözləmişəm, bir dənə Qışqırmaya kameramın içinə. Kameramın içinə. Qorxur hep olacaq. Qorxur, minnət şeydir. Ay Allah, beyində kameralarsan sən, beyində sanırlarsan sən, ay Allah. Gicləmə. Kanon olar. Oxuyub yaxşı kameralardan Salon olacaq. olar. Heç kim yoxdur ki burada, nə şeydir? Bağlatdırmışam. Sənə görə. Ayda. Çoxdan sırtılmısan demirsən, değil mənə? Sırtıldın ha. Sırtılma. Yadımdan çıxmışdı o söz. Sıntarma. Soğukdur. Ha, vallahi Soğukdur. dekoram. Soğukdur. Otistiksin. Dekoram. Vallahi Öyrən də bu replikləri. Gözlüyə görə də zorbalamarsan da məni. Zorbalayaram. Ay, nə qəşəngdir. Oo, dostlar, çox soyuqdur. Çox qəşəngdir. Son dəfə Tamam. bu müəllimi gətiririk dəniz kənarına. Sən çox xatırlamırsın dəniz qırağında bir buralarda. Mən həmişə deyir ki, nə vaxt sənə şəhərə çıxırıq deyir, gətirsən bulvara məni. Hə. Başqa yer tanımır elə. Mən bulvarı sevirəm. Hə? 540-da bizdə bir dənə padizin altında yerimiz var idi. Hə. Hər keçsən mən otururduk. Uşaq ki, uşaq. Hər ad günlərini orada keçirdik. Güya heç birimizin xəbəri yoxdur. Bu ikisinin də bir yerdə idi ad günü. Güya heç birimizin xəbəri yoxdur. Orada sürpriz elirdik. Allah Allah. Allah. Amma qəşəng idi. Çox qəşəng idi. Mən ən zor keçən günlərimdən Dördlü vaxtlarımız vardı. Sonra üçlü olduq. Bir də ki şey. İndi ikili qalmış. Gəlmişdiniz. Necə? Binəyə gəlmişdiniz. Hə, bilinçik tort eləmişdi mənə. Çox zor. Yəni bizə hamımız. almışdı. Öyləsin mən. Ay, papağım çocuq. Dekora. Hər günün bir bedeli vardır. O zaman soyuq mu? Hə, valla. Bəlkə getməyə o tərəf. Onlarda niyə adam yoxdur? Soyuq yemiş, nə qayda alır. Alınma. Nə
Neyse bunları gördük. Gördün bunları? Sen gördün. Sof, gördük. Sen gördün. Sonra mən də gördüm. Bəsimizdir, gəl. Suyu gördüm, bax orada su var. Gördüm, nə oldu şimdi? Bulvar ne oldu? Geldik, ne oldu şimdi? Geldik, gördük, nə oldu şimdi? Deliyim. Sen de deli ol. Deliyim, ben deliyim. Nasıl söndür, mamam baxar. Tamam. Ne demek istiyorsun? Bir yıl sonra gözle. Heç kimi veciv alma, həyatı yaşa. Heç kimi düşünməzdim mən başqa. Ne qədər çox adam düşünmüşəm, özümü düşünməmişəm. İndən sonra özümü düşünəcəm. Bir nəfəsdən Sence bir yıl sonraki ağa neynir, hardadır, necə hiss eləyir? İtaliyada alsa bir kafe yapsaq. Bir ilə. Niyə də yox? Demirdim mi bəs? Böyük düşünmək lazımdır. Böyük və realist. Məncə ola bilər. Bilirlər mən nələr eləməmişəm. Ne bileyim, Böyük müddət. sıfırdan hayat kurmak düşündüğün kadar rahat değil ama. Böyle Sıfırda motivasiya değilim ben kurmak için olmaz. Orada sıfırdasan. Tamam da təcrübələrim bəs eləyir mənə. Tecrübelerimi sana hiç kim vecinə değil, kül at. Mənim vecmədir. Heç kimin zaten mən vecinə deyiləm. Sen başkasının ülkesinde Hı. hiç kimsen, onu demek istedim. Birisi olmaya çalışırsansa, okey. Tecrübelerin bir işe yarayacak ama. Ne bileyim. Ta ki aç arkandayım. Balaca bir kafe, Tamam. normal bir münasibət bəs eləyir mənə. Başta da biriyle yürürsen çok şey istedi. Biriyle münasebet hazır olacak. Kafeye inanırsan da münasibətə inanmırsan. Düşün de ne günde sensin. Əsas odur birilə mentalımı yığım. Hara. Ha. Mentalım düzəlsin birilə. Yaxşı. Bunun yerlə də. Bir il sonraki ağa necə hiss eləyir? Təzə anılar, Deyirəm necə hiss eləyir? dayan da. Anıların verdiyi xoşbəxtlik. Niyə? Ha. Açdan çıxmaq yavaş-yavaş yadından çıxır ki, dartmaq istə gedir bəlkə də. Getməyəcək də, yəni azalır deyə. Bir ilə ehtimal var. Tam bir il qaldın da sən. Tam bir il sonra necə istədin? Dartmaq istəmirdim. İşte, məndə də şey qayıtmaq istəməmə gələcək. İnşallah. İndən də qayıtmaq istəmirəm. Tak şu öyrəşəsən mən birilə mühitə. Mən məsələn getmək istəyəndə Bakı üçün darıxacağımı düşünmürdüm. Heç o ağlıma da gəlmirdi. Bilirdim darıxacağım, amma Bakı üçün darıxacağımı düşünmürdüm. Bakıdakılar üçün darıxırdım. Amma nə bilim, şəhəri sevirmişəm. Bizim Mini Bakıdan Brighton darıxacam. Düzdür, ikinci dəfə gəlirəm bura. Bakıyla aramda toksik münasibət var. Toksik sevgi var. Həm Biz yan zərər verir, həm də sevirəm. Həm də o doğmalıqdan vaz keçə bilmirəm. Deyir ki, birər neyim qalır, geriyə baxsam da. Onda bir daha bunu tut. Ağlıysan? Niye? Göstəri. Gözümə skeytin külü qaçdı. Yalan demə. Ağlayırsan. Gözümə skeytin külü qaçdı. Allah göstəri. Mahmud Bulasır. Niyə? Biraz bunu yerlə. Bundan sonra özünü istifadə etdirməyəcəm deyəndən sonra. Bunu da edirəm. Ürəyimdə dedim ardını. Hə, nə dedik? 20'li yaşlar. Ümid edirəm 30'umuza gələndə daha yorğun olmarıq. Bunlar sadəcə bizim üçün bir nə bilim tetikləndirici olar.
yaran bir mübarizə, yaran bir savaş olmaz. Çünki 20-li yaşlara qədər qəribədir ki, sən bilmirsən yaşamaq istəyirsən, bilmirsən nə yaşamaq istəyirsən, bilmirsən ümumiyyətlə yox olmaq istəyirsən. Kimsən, nəsən, hardasan, harda olmaq istəyirsən. Tamam, narahat olmayacağam artıq. Geç belimdə bıçağım var, kişiyəm var. Mən deyiləm axı. İlk aşklarımı. Uzun danışanda göstərir. Ha, özün danışır, tamam. Tamam. Dedim kişiyəm, bu mən İşte. deyiləm axı. Deyir, unuttum niyə yaşadığımı. Yaşandı kardeşim, ondan kralı yaşandı. Bir pop gireceğim konserti her şeyi aslında halledebilmezdi ama biraz halledildi. Qararsızlıq deyəndə də nərim? Pop gireceğim Bakü'ye gelsene lütfen. Ne olur ben gelemiyorum param yok. Çox zor yaşlar deyilmi? Ne değil bu dostlar? Zor yaşlarda ona göre ki her şeyi tecrübe edin. Şu an lansmanı gelecek bilmem bir dakika onu kalsın. Bilmirəm. Benim benim kruz şeyim var. Kontrol ediyor, kamera oradadır. Aşk yeri değil mi? Bir dakika gözde görün. Bəh. Birazdan mamam zəng vuracaq bu mahnının üstünə ki, gəl evə. You good? Elə ağıllı oturmuşsan, baxan elə bilər ki, nə bilim, belə çox ağıllı uşaqsın. Mən sənə ağıllı uşağım. Məncə sən uşaqsın. Ağıllı şübhəli. Ulduzlar gəlir sonra. Yeah. Mən də yaxşı yaşamışam belə də. Əvvəla, əskər icazat, ölməyə zəd getirsən, yeni həyat qurmağa Yox, getirsən. özümdən danışıram. Yaxşı insan olmuşam. Bilirəm özünə danışsın. Yaxşı insan, bilmirəm, yəni, yaxşı insan kimə deyilir, nə tər olur. Sən yaxşı insan olmuşsan. Nə bilim, kiməsə qarşı pis niyyətim olmuyor. Mənim də. Amma bu o demək deyil ki, kimsə də incitməmişəm. Kimin üçünsə pis insanam, kimin üçünsə yaxşı insanam, kimin üçünsə nə bilim, insan deyiləm. Məsələn. Başqalarının fikrinə görə özünü dəyərləndirmək düz deyil. Başqalarının beynindəki sənə görə özünə yaxşı ya da pis deyə bilmərsən. You know? Məncə çoxu mənə yaxşı tanımışam. Bu bir səni nəyə oxşuyur? Din məsələsinə. İnsanlar düşünürlər ki, hər hansı bir dindən söhbət gedir də. Dinə sitayiş eləməklə o biri dünyada öz yerlərini garantiləyirlər. Sən özünə yaxşı insan dedikcə vicdanın biraz rahatlaşır ki, okey də, deməli insanların zihnində yaxşı bir insan kimi qalmışam ki, qarşıma yaxşı şeylər çıxacaq. Məncə yaxşı və ya pis insan nisbi anlayışdır. Mənə görə yaxşı insansan, başqasına görə pis insan. Hər kəsin yaşadığı təcrübə fərqlidir. Bugünkü podkastımızda mən danışıram, ağa prosta var olur, şübhəli. Ağa birazdan ağlayacaq. Ağa ağlayır. Uşaqlar, ağa da oradan ağlayır. Bir də aldırmadım. Biraz dalmaq istəyirəm. Biraz dalıq gəlir. Deyilik, mən deyilik.